Xolesterin yüksəkdir və dərman içmək istəmirsən. Bəlkə də hər gün içdiyin çay ürəyini səssizcə qoruyur. Çayın düzgün növü və düzgün içilməsi ürək-damar sağlamlığını gücləndirə bilər və pis xolesterini azaltmağa kömək edər. 1. Yaşıl çay. Yaşıl çay güclü, antioksidantlar olan katexinlərlə zəngindir. Araşdırmalar göstərir ki, pis xolesterini 5%-ə qədər azalda bilər. Bu isə ürək xəstəlikləri riskini ciddi şəkildə aşağı salır. 2. Qara çay. Qara çayın tərkibində polifenollar var. Bu maddələr xolesterini azaldır, qan dövranını yaxşılaşdırır və təzyiqin taraz qalmasına kömək edir. 3. Zəncəfil çayı. Zəncəfil yalnız həzm üçün deyil, bu iltihabı azaldır. Trigliseridləri aşağı salır və ürəyi qoruyur. Üstəlik kofeinsizdir istənilən vaxt içilə bilər. 4. Ulun çayı. Ulun çayı yağların sorulmasını azaldır. Bağırsaqlarda yağın tutulmasına mane olur və xolesterinin aşağı düşməsinə dəstək verir. 5. Hibiskus çayı. Hibiskus pis xolesterini azaldır. Yaxşı xolesterini isə artırır. Bu çay ürək üçün əsl qoruyucu qalxandır. Unutma çayı şəkərsiz iç. Bal və limon ataraq sağlam qidalanma ilə birlikdə istifadə et. Ürəyin səni tərk etməsin deyə. Sən də ona yaxşı bax. Daha çox belə təbii sirləri öyrənmək üçün abunə olaraq kanala keçid edə bilərsiniz.